Salam, hər vaxtınız xeyirli olsun. Bu sual vaxtında paralleloqramın diaqonalı onun uzağını 30 və 45 dərəcəlik hissələrə bölür. Paralleloqramın böyük tərəfinin kiçik tərəfə olan nisbətini, yəni burada diaqonal çəkmişəm və 45 və 30 dərəcəlik bucaq ayırmışam. Onun fərqi yoxdur 30 və 45-i hansı dərəcədə götürməyimiz. Deməli, burada tərəflərini tapmaq üçün sadəcə olaraq fərqi yoxdur. Hansı təpədən desən, gəlin bu təpədən bu diaqonala perpendikulyar çəkmək şərti ilə bu misalı həll eləyək. Deməli, əgər bura 45-dirsə, burada 45-dir. Bilirik ki, paralleloqramın qarşı tərəflər bir-birinə paralel olduğuna görə burada 30 dərəcədir. Gəlin belə deyək. 30 dərəcənin qarşısında duran tərəf düzbucaqlı üçbucaqda hipotenuzun yarısıdır. Əgər buranı 2x qəbul eləsəm mən, deməli burada nə olacaq? X. Onda belə çıxır ki, bu 45 dərəcəlik düzbucaqlı üçbucağa baxsam, bura x-dirsə, deməli burada x-dir. Onda bu hipotenuz nəyə bərabərdir? Katetin kökdə 2 mislinə. Deməli, bir tərəfi x kökdə 2, bir tərəfi 2x-dir. Deməli, böyük tərəfimizin kiçik tərəfimizə olan nisbətini yazsam, x-lər gedəcək. Deməli, qalacaq 2 böl kökdə 2. Sadəcə olaraq bunu da irrasionallıqdan azad etməliyəm. Ona görə də kökdə 2-yə vuracam. Deməli, 2 kökdə 2 bölünsün. Kökdə 2-ni də kökdə 2-yə vursam, olacaq 2. Buradan da yenə 2-ləri ixtisar etsəm, qalacaq kökdə 2 bölünsün 1. O da Y variantı.